Suresinin 161. ayetinde buyurur. وَاِذْ قِيلَ لَهُمْ اُسْكُنُوا وَاِذْ قِيلَ لَهُمْ اُسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ وَسَنَزِيدُ الْمُحْسِنِينَ. Ya Peygamber, yalnız halk o zaman onlara, yani Yahudilere belə deyilmişdi. Bu şəhərə üstə sakin olun. Ondan, onun meyvələrindən istədiyiniz yerdə yiyin. Hittə, bizi bağışla deyin və qapıdan Beyt-ül-Məqdəsin qapısından səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayın. Biz yaxşı işlər görənlərin mükafatını artıracaq. Yəni, özəlliklə onun cavabını verəcəyik. Baxın, Peyğəmbər Əhl-i Beytə də imamlarımıza da hittə deyib, bu mənada ki, biz əgər Əhl-i Beytə yaxınlaşsaq, Əhl-i Beytin qapısından yapışsaq, onlar da bizim günahlarımızın bağışlanmasında bizə kömək olurlar. Adi bir misal ki, hazır bəlkə büyük günün duasını tərcüməsini buyurdu ki, biz bu ayda istəyirik Allah'a büyük günündə Allah'a tüm eylərimizin üstündə örtün, bizə bağışlasın və bizi təqvalıların imtihanı kimi imtihan edəsin. İmtihan sözünün mənası nədir? İmtihan sözünün mənası ərəb sözüdür. Ərəblər imtihan deyirlər ki, qızılı əridib onun yaxşısına, yəni xalis qızılını ayırmaq üçün. İmtihan sözünün mənası budur. Bəzən də dəlini sərmək mənasında gəlir. İstifadə olunur. Biz ki deyirik, ilahi bizi təqvaların təqvası ilə imtihan edə, yəni ilahi bizim qəlbimizi saxlaşdır, başlaşdır və bizim qəlbimizi təqva üçün sən. Bunun üçün də məqsəd, biz ki bu duanı edik, gələk özümüzə də bir hazırlıq olsun. Əgər biz ki istəyirik, Allah Teala bizi təqvalarla qərar versin və təqvalar kimi bizi imtihan edirsin, gələk özümüz də bunun üçün bir adım ataq. Əgər bir adım atsaq, Allah Teala bizi bağışlayar. Əgər bu adım atmasaq, məlumdur ki, yerində atılmamış kimi olur. Heç bir mənası yoxdur. Məhz buna görə də bizim imamlarımız bizə yolları göstərir. Misal üçün, Həzrət Əleyhisselamın bir neçə munazatı var. Bir munazatı var ki, Moğlaya, Tələ'alihi və Ələzzəli. Ey mənim Moğla, ey mənim Allah müraciət edirsən, əzizsən, mən zəliləm. Zəlilə əzizdən başqa kim rəhmilər? Ayrı bir munazatı Şəbaniyyə xütbəsi idi ki, Şəban ayı munazatı idi ki, Şəban ayında bir miqdarını sizin nəzərinizə tapdırdı. Və bir munazatı da var ki, Furqan bağlarında edilir. Onun da haqqında sizə məlumat verilir. Keçən əgər yazılırsa, qədir gecələrində Həzrət Əleyhisselam bizə munazatı edir. Və ağlayır bir ilahi əgər sənin əhdivə sığınıram. Sənin əhdivə sığınanda günahları mənə yüklük gəlir. Amma qiyamət günü sənin haqq hesabı təqliyini oxuyanda biləndə məlumat alanda mənim günahlarım mənim vücudumu istirədir. Bir munazat edir. Hətta deyir ki, o qədər Həzrət Əleyhisselam ağlayandan sonra gördüm, səs gəlməli. Gəldim, gördüm ki, Həzrət Əleyhisselam ağac kimi buyurur. Elə bildim ki, Həzrət Əleyhisselam bir dünyasına dəyişir. Gəldim, xanım Zəhraya xəbər verirdim ki, Əli dünyasına dəyişir. Əhvalı danışandan sonra deyir ki, Həzrət Əli Allah'a xatir belə buyuruyor, Allah'ın qorxusundan belə buyuruyor. Və bir ruhlarımız var. Bizə necə munazat eləməli, necə bağışlanmaq üçün dua eləməli,
ibadet değil ki, vilayetsiz bulunan namaz, dəstəmazsız ibadətli namazdır. Bizim dəstəmazsız namazımız yoxdur ki. Amma ikinci şair, bu şairin daha verildiği şair sən xeyrəmə. Sən ki, əlində inkar edilirsən namazını qəza etsin, yəni qəza etsin namazı düzəlir. Yəni, əlini qəbul edilsən namazını düzəlsin. Ona görə deyir ki, bu belə mümkün əlini bu namazı bu rəha buna. Əlini inkar edilirsən namazını tərk etsin, namaz qılmasın. Bu faydası yoxdur namaz. Buyur biz de dua edelim ki, şükür olsun Allah'a ki, Allah bizi ve bizim kurbanlarımızı, ahbaplarımızı, əleyhindən tabi esnafının vilayətini sürməklə bağlayalım. Bizim qəlbimizdən ceyvələndirsin və bizləri həqiqi əhli aşiqlərindən qərar versin. Çəkdiyimiz zəhmətləri və əsnaflarına və iftarlarına dəftərlərimizdə dərəcə məhkuma yetirsin inşallah.